Bura Azərbaycandır. Bakı vaxtı ilə saat 20-dir. Azərbaycan televiziyasının efirində ASTV xəbəri izləyirsiniz. Paytaxtda Lev Tolstoy küçəsində 2 mərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb. Hadisə zamanı ev sahibi xəsarət alıb. Təfərrüatlarını indi növbəti sujetdən öyrənək. Bura Yasamal rayonu Lev Tolstoy küçəsi 7 ünvanıdır. Yanğın burada 2 mərtəbəli binanın 2-ci mərtəbəsində saat 11:45 radələrində baş verib. Yasamal rayonunda yerləşən Lev Tolstoy küçəsindəki 2 mərtəbəli binadakı yanğın tam söndürülüb, ərazidə təhlükəsizlik tədbirləri təmin edilib. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə və xüsusi riskli xilasetmə xidmətlərinin əməkdaşları müəyyən çətinliklərə baxmayaraq yanğını vaxtında söndürə biliblər. Yanğın yerində ilkin məlumata əsasən bir nəfər mənzil sahibi xəsarət almış, 6 nəfər bina sakini tüstülənmiş zonadan və yanğın ərazisinə təxliyə edilmişdir. Yanğın söndürülməsinə müəyyən mürəkkəb şərait yaranmışdır. Belə ki, bina taxta konstruksiyadan ibarət, dam örtüyü taxta konstruksiyadan, qırdan, eyni zamanda daş yunundan və çardaqdan ibarət olduğu üçün yanğın söndürülməsi işlərində müəyyən çətinliklər yaranmışdır. Yanğın nəticəsində ev sahibi xəsarət alıb. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən onun vəziyyətinin qənaətbəxş olduğu bildirildi. Lev Tolstoy 7 küçəsindən yanğın baş verməsi səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına 5 təcili tibbi yardım briqadası cəlb olunub. 63 yaşlı qadın bədənin müxtəlif nahiyələrinin 2-ci, 3-cü dərəcəli termiki yanığı diaqnozu ilə Nərmanov Tibb Mərkəzinin nəzdində olan yanıq mərkəzinə hospitalizasiya olunub. Zəruri tibbi yardım göstərilən şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb. Hazırda yanğının baş vermə səbəbləri araşdırılır. Şamilə Şamil qızı Elxan Axundov, ASTV xəbər.